İrana endirilən zərbələr, baş verən partlayışlar Azərbaycanın sərhəd rayonlarında da hiss edilirmi? Martın 3-də Azadlıq Radiosuna danışan Astara sakini Tarif Əliyev sərhədə yaxın yaşayır. Mütəmadi olmasa da hərdən İran tərəfindən partlayış səsləri eşitdiyini bildirir. İrandan təxliyə edilənlərin olduğunu bildirir. Burada polislər gəlir ki, bu çıxan adamları yola salsınlar, ədəb-ərkanla qarşılasınlar, yola salsınlar. Əlavə qüvvəzat gəlməyi bu hal-hazırda bu bir neçə günə olmuyor. Kütləvi şəkildə xeyli adam keçib biz tərəfə, İran sərhədindən. Dünənləri çıxanlar olubdur, Almanlar, Ruslar, orada olan Azərbaycanlılar, yəni xeyli adam dünənləri çıxıbdır, amma bu günlər deyil, sakitçilikdir. Orada açıqdır, amma ki, hələ gələn yoxdur. Tarif Əliyevin dediyinə görə yerli cəmaatda qorxu, həyəcan hiss olunmur. Sərhəd rayonudur. Burada həyat həmişə kimi davam edir. Yəni nə sərhədin dibində, nə biraz qıraqda. Yəni insanlarda belə bir narahatçılıq görmürəm. Belə hiss olunmur. Düzdür, insanlar daxilində fikirləşirlər. Qonşu ölkədə görəsən bizim ərazimizi nəsə atarlar, eləyərlər. Belə bir şeylər var. Amma qaldı ki, yəni həqiqətə söykənən bir qorxu hissi, bir həyəcan hissi belə bir yoxdur. Azadlıq Radiosuna danışan Naxçıvan sakini Nurəddin Bayramov hazırda Azərbaycana qarşı təhlükə hiss etməsə də narahatlığını da gizlətmir. Mümkün qədər onları tarazlasalar da bəzən yanlış istiqamətə yol ala bilər. Müharibə bütün qonşu dövlətlərə bəla gətirər. Nəinki tək elə İrana. Demək olar ki, o hər an gözlənilən bir şeydir ki, səhv bir hərəkət Azərbaycana da bir zərər verə bilər. Ümumiyyətlə, yer üzündə müharibə olmamalıdır. İnsanlar hər halda bir-birlərinə mehriban olmalıdır. Müharibədən insanlara xeyir gəlməz, heç kimi. Yerli medianın məlumatına görə fevralın 28-dən bu yana Astaradan təxliyə olunanların sayı 550 nəfərdən çox olub. Azərbaycana sərhəd keçid məntəqələrindən vətəndaşlarını keçirmək üçün digər dövlətlərin müraciət etdiyi bildirilir. Rusiya tərəfi açıqlayıb ki, rəsmi Bakı 500-ə yaxın Rusiya vətəndaşının sərhədi keçməsinə icazə verib. Fevralın 28-dən başlayaraq ABŞ və İsrail İrana hava zərbələri endirməyə başlayıb. İran da İsrail və ABŞ-ın bazaları olan ərəb ölkələrinə zərbələr endirib.